Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi. Qarabağ Azərbaycandır proqramı bu dəfə sizi Bakının ürəyindən, İçəri şəhərdən salamlayır. İçəri şəhərdə bu axşam çox gözəl bir tədbirə dəvətliyik. Bu tədbirdə eşitdik ki, bizim balaca balalarımız hərbi geyimdə bir moda müsabiqəsində iştirak edəcəklər. Bizim üçün çox maraqlı oldu. Və bugün biz bura şəhidlərimizin, müqəddəs şəhidlərimizin anaları ilə, qəhrəman oğullarımızla, qəhrəman qazilərimizlə gəldik. Mənim əzizlərim, bugün burada biz dünya şöhrətli Azərbaycanın modeliyer dizayneri olan Leyla xanım Əhmədovanın növbəti bir Qarabağa aid olan, vətənə aid olan moda sərgisinin şahidi olduq. Doğrudan da bizim xəyalımızı, bizim yaddaşımızı illər öncəyə apardı bu moda sərgisi. Nə vaxtda mən sizə söyləyim. 1993-cü ilə, yadınızdadırsa əgər 1993-cü ildə Azərbaycanın o çətin dövrlərində ümummilli lider Heydər Əliyev xalqa bir müraciət etdi. Noyabr ayı idi və o müraciətdə xalqı birliyə səslədi. O birlikdən sonra Azərbaycanın müxtəlif rayonlarında yerli batalyonlar yarandı. O batalyonlardan biri haqqında biz Qarabağ Azərbaycandır proqramında sizə dəfələrlə məlumat vermişik. Bu batalyon məşhur 1993-cü ildə yaranan Quba Qusar batalyonu idi. O Quba Qusar batalyonu doğrudan da qeyrətlə, cəsurcasına Qarabağda döyüşdülər. Onların arasında 50-dən çox şəhid olan oğlumuz oldu. 100-dən çox yaraladan oldu. Hətta 7 nəfər itkin düşdü. Bugünə qədər Quba Qusar batalyonunda itkin düşmüş oğullarımızdan hələ də xəbər yoxdur. Və o Quba Qusar batalyonunu yaradan isə bizim dəyərli ziyalımız Saday Əhmədov idi. Bugün qonaqlarımız arasında Saday müəllimi görmədik. Səhhətində bir balaca problem olduğuna görə bugün burada iştirak etməyib, amma efir vasitəsilə Saday müəllimə can sağlığı arzulayırıq. Və diqqətinizə çatdırım ki, bugün burada bizim qonaqlarımız arasında olan bütün mübarək şəhidlərimizin anaları o balaca uşaqlarımızın üzərində o hərbi geyimi görəndə doğrudan da vüqarlandılar. Çünki onlar bir daha düşünürlər ki, bugün əgər oğlum Rəşad şəhadətə ucalıbsa, artıq Rəşadlar böyüyür. Oğlum Seyid Əlinin anası buradadır. Əli şəhadətə ucalıbsa, Əlilər böyüyür, vüqarlar böyüyür, polatlar böyüyür, mübarizlər böyüyür. Mən sizin hər birinizi dəvət edirəm bu gözəl moda müsabiqəsini gəlin birlikdə izləyək. Gözəl anamızla biz hər dəfə görüşəndə sevinirik. Bizim Rəşadımızın yadigarıdır. Polkovnik leytenantımız, qəhrəman bir oğlumuz, fəxrimiz, vüqarımız. Ana, xoş gördük sizi. Sağ olun, çox sağ olun. Nə yaxşı ki varsınız. Çox sağ olun. Allah sizləri qorusun, Allah sizlərə can sağlığı versin. Mən polkovnik leytenant Quliyev Rəşadın anasıyam, 20 ilin zabiti. 16 il cəbhə bölgələrində, səngərlərdə vətənə xidmət edən, əskərlərinə ata qardaş qayğısı göstərən bir oğlun anasıyam. Mən bu oğlumla həmişə fəxr eləmişəm. Mənim oğlum Rəşad bir insan kimi, insani xüsusiyyətlərə malik, çox gözəl, cəsur, qəhrəman, Can ana, can, insani keyfiyyətləri olan. İnsan kimi insani keyfiyyətləri olan, səmimi, mehriban bir oğul olub, zabit kimi əskərlərinə qardaş ata olub, vətəninə, xalqına, dövlətinə layiqli xidmət edib. Rəşadın 3 də yadigarı qalıb, düzdür? Bəli, Hə. bəli. Rəşadımın 2 qızı var.
Mən onlarla nəfəs alıram. Allah onları qorusun, atalarına layiq övladlar olsunlar. Olacaqlar. Rəşadı necə vətən sevgisi ilə böyütmüsünüz, o nəvələri də elə böyüdəcəksiniz. Sağ ol, çox sağ olun. Oksfordda oxuyurlar. Nə gözəl. 7-ci sinifə keçiblər. Yəni Allah bütün balaları xoşbəxt eləsin. Bizim balalar da onların içərisində, bütün şəhid balalarını, atalarına layiq övladlar olsunlar. Bizim oğullarımız qayıdan torpaqların qayıtmayan oğullarıdır. Bizim oğullarımızın sayəsində vətən oldu. Mən həmişə Rəşadı 26 iyunda həmişə nəvələrimi yığardım, onu təbrik edərdim, tort bişirərdim. Nəvələrim onu təbrik edərdi. İndi də istərdim yanımda olsun. Nə deyim? Yenə də fəxr eləyirəm ki, vətən yolunda canını fəda elədi. Rəşad əsgərlərinə dağıl komandası verdi. Ancaq özü şəhid oldu. Bir ata kimi onları qorudu. Hələ cəbhə bölgələrində olanda Rəşad 16 il cəbhə bölgələrində olub. Əsgərlərinə qardaş ata olub. Onlara Beyləqamda hamam tikib, onların qayğısına qalıb, qurban bayramlarında qurbanlar kəsərdi. Ki, qoy əsgərlərim də yesinlər. Onlar evlərinə gedəndə, tərxis olanda onlar üçün qurban kəsərdi. Onları öz cibindən, onlara yol xərci verərdi ki, ata-anasının yanına getsinlər, bir ata kimi, bir qardaş kimi. Yəni, onlar üçün elə bil ki, onlarla nəfəs alırdı Rəşad. Mən yenə də oğlumla fəxr eləyirəm. Biz də fəxr eləyirik. Bütün vətən oğulları ilə, zabit oğullarımla fəxr eləyirəm. Mən sevinirəm ki, mən Rəşad kimi bir oğula tərbiyə vermişəm. Boya başa çatdırmışam. Mən bir oğul kimi tanımışam. Ancaq bu 6 ildə Rəşadın haqqında eşitdiyim sözlər, onun qəhrəmanlıqları, onun insani keyfiyyətləri məni bir ana kimi qürurlandırır. Nur içində yat oğlum. Mən həmişə fəxr eləyirəm. Biz də sizlə fəxr eləyirik. Biz də sizlə fəxr eləyirik Mətanət ana. Sizin oğullarınızın sayəsində bugün Qarabağ torpaqları işğaldan azad olub. Bugün bax bu gözəl tədbirləri keçiririk. Bizim balaca balalarımız o hərbi geyimi necə geyinib, o səhnədə necə özlərini bir komandir kimi göstərir. Bəli. Onlar hər biri balaca Rəşadlardır. Bəli, bəli. Bizim oğullarımızın sayəsində Xankəndində bizim Azərbaycan bayrağımız dalğalanır. Allah dövlətimizi qorusun, xalqımızı qorusun, zabitlərimizi qorusun. Bir ana kimi mən bütün zabit oğullarımızı bağrıma basıram. Mən Leyla xanıma da öz təşəkkürümü bildirirəm ki, bu cür belə gözəl tədbir təşkil edib. Mən Nuranə qızıma təşəkkür eləyirəm ki, məni bu tədbirə dəvət etdiyinə görə, şəhid analarının yanında olduğuna görə. Allah sizə can sağlığı versin. Öpürəm sizi, təşəkkür edirəm, minnətdaram. Aldı mənim canımı, qaşım, gözüm, şirin sözüm aldı mənim canımı. Mən sənə qurban, mən sənə heyran, mən sənə qurban, mən sənə heyran. Ay xanım, xanım, sən mənim canım, gəl səni alım, boynuma sarılım. Ay xanım, xanım, sən mənim canım, gəl səni alım, boynuma sarılım. Ay xanım. Qəhrəman oğlunuz Vidadi Xəlilovun, polkovnik leytenantın anası. Çox vüqarlı, qürurlu bir xanım, bir Azərbaycan anası. Polkovnik leytenant kimi hərbi rütbəyə qalxmış, yüksəlmiş bir aslanın, bir cəsur oğlun anası. Mənim yadıma bilirsiniz nə düşür? Biz Vidadi Xəlilovun məzarının ziyarətinə gedəndə Gəncə idi, səhv etmirəmsə. Göyçayda. Göyçayda Şəhidlər Xiyabanında bax bu anamız, Vidadini dünyaya gətirən ana, Vidadinin məzarının önündə dayandı, dedi ki, cənab polkovnik leytenant, mən səninlə qürur duyuram. Bax o mənim heç vaxt yadımdan çıxmır. Çox sağ ol. Mən də bütün bu tədbir iştirakçılarını təşkil edənləri, Leyla xan başda olmaqla,
Nurani xanım sizi təşəkkür edirəm sizlərə. Çox sağ olun ki, bizi yaddan çıxartmırsınız. Bu oğlanların, anaların həmişə irəli çəkən insanlardan biri siz olmusunuz. Sizə minnətdaram. Çox sağ olun. Görün kim gəldi, görün kim Evet, gəldi, evet. görün kim gəldi. Öpürəm Mən sizin də. əllərinizdən. Onların ruhları şaddır və onların ruhları daimi yaşayır. Bizləndir inşallah hər zaman. Mənim evim sizin üçün açıqdır. Sizin üçün, nəvələriniz üçün, qonaqlarınız üçün, vətəninizə gələn qonaqlar üçün hər zaman başımızı əyib təşəkkür bildiririk sizə. Mən Allahıma təşəkkür edirəm Nurani xanım. Mənim Vidadi kimi bir oğlum olub. Mən fəxr edirəm. Çünki o oğul heç nədən qorxmadan qalib ölkəmizin qalib zabiti idi. Həmişə deyirdi ki, mən məğlub ölkənin zabiti olmaq istəmirəm. Qalib ölkənin zabiti olmaq istəyirəm. Arzusuna çatdı. Mən bütün cavanlara, hərbiçilərə, əskərlərimizə ona arzulayardım ki, o hərbi paltarın şərəflə geyinsinlər, şərəflə soyunsunlar. Mən ona görə fəxr edirəm ki, mənim oğlum şərəflə geyindi, şərəflə də soyundu. Onlar bizim Qarabağımızdır. Laçınımızdır, Zəngilanımızdır, Ağdamımızdır, Füzulimizdir. Amma mən oğlumu Laçın dağlarına qurban verdim. Qarabağımdan ötəri qurban verdim. Mən bir ana kimi fəxr edirəm, şəhid anası kimi. Amma sıravi ana kimi kədərlənirəm ki, o cür oğlu itirmişəm. Yenə də fəxr edirəm, vətənimiz sağ olsun. O ad ilə mənim bütün elimə, özümə bəsdir. Fəxr edirəm oğlanı. Bəli, mənim oğlum, mənim kimi oğlu olan anaların oğulları bayrağımızı enməyə qoymadı. Dəmir yumruğumuzu daha da yüksəltdi. Onlar bizim himnimizdir. Onlar bizim qeyrətimizdir. Onun 2 balası yadigar qaldı. Oğlumdan vətənimə biz əmanətik. Bu əmanətləri belə gözəl qiymətləndirdiyinizə görə sizə təşəkkür edirəm. Əminə ana, can. Təşəkkür edirəm. Çox Biz sağ sizə olun. təşəkkür edirik. Bir də onu diqqətinizə çatdırım ki, şəhid analarımızın arasında elə analar var ki, məsələn Əminə ana kimi, hətta şəhid anaların özləri belə o anaları özlərinə ana bilirlər. Bəli, bəli. Məsələn Əminə ana. Bəli, mən təkcə Vidadi Xəllovun anası deyiləm. 3000 şəhidin anasıyam. Bir də qızım, bala elə bir şeydir ki, bazarda pulla satılmır alasan. Düzdür, göynüyürük, yanırıq. Amma baladan əvvəl vətən qarşımızı kəsir. Bizim oğlanlar da o vətənə qurban getdi. Allah dövlətimizi sağ eləsin. Amin. Allah xalqımızı sağ eləsin. Hərbiçilərimizi, qazilərimizi qorusun. Bizləri qoruyan səngərdə olan oğlanları Allah qorusun. Amin. Var olun Əminə. Çox sağ olun işıqlandırdığınıza görə hamınıza təşəkkür edirəm. Mən Polkovnik Vidadi oğlumla fəxr edirəm. Qürur duyuram şəhid anası kimi ondan. Çünki mənə elə bir ad qoydu getdi ki, ölüncə mənə bəs olardı. Azərbaycanın ilk və yeganə moda muzeyinin sahibi Leyla xanım, Əminə Hər zaman Aytəkin anaya söz vermişik, amma sözümüzün üstündə dura bilməmişik. Niyə? Nədir o? Anaya həmişə söz vermişik ki, ana Gədəbəyə gedəcəyik mütləq. Çünki Elfaqımızın məzarı, evi, son məzarı, son evi, ziyarətgahı oradadır. Düzdür, Bakıda olan evini gedib ziyarət eləmişik, amma Gədəbəyə mütləq gedəcəyik. Bəlkə də bu yaya qismətdir, bəlkə də bu yay gedəcək. Bir sözlə anaya söz
Vermişik, hələ sözümüzü tuta bilməmişik. İnşallah. Nə yaxşı ki, bugün sizinlə burada görüşdük. Can, ürəyinizə Sizi qurban. çox istəyirəm. Çox sağ olun bacıcan. Hər şey qarşılıqlıdır. İnşallah siz sözünüzü tutan bacılardan, xanımlardan birisiniz. İnşallah arzumuz da yerinə yetər. Elfaqda nə bilim harda torpağımız alınıb, orada bayrağımızı sancıb, orada yəni dualar eləyib ki, biz bir qarış torpağımızı yada vermərik. Yadın tapdağında qoymarıq. Elə də oldu. Qürur yerimiz, fərah yerimiz, bir təskinlik yerimiz odur ki, şükürlər olsun, torpaqlarımız azad oldu. Heç olmasa bu oğulların əziyyəti boşa getmədi. Çox sevinirik. Can, hər şeyini yarım qoydu. Gələcək nəsillər üçün, torpaqlarımız üçün, bizlər üçün hər şeyini yarım qoydu. Nişanlı idi. Elfaq həmən ili həm sevincimiz, həm kədərimiz. Həmən ili Elfaqı nişanlamışdıq. 6 illik istəyi 2 ay idi da nişanlı idi. Hamısı yarıda qaldı. Dözmək çətindir, ancaq bir dənə ümid yerimiz, qürur yerimiz o torpaqların azad olub. Bu gələcək nəsillər, biz nətər deyim, ana bacıların rahat yaşamağı, elimizin, obamızın rahat yaşamağı biz üçün qürurludur. Bir dənə odur təskin yerimiz, qurban sizə. Bacıcan. Mən sizə qurban. Elfaq kimi bir oğul böyütmüsünüz, qəhrəman bir oğul böyütmüsünüz, torpaqlarımızın azadlığı uğrunda canından keçən bir oğul böyütmüsünüz. Bu analarla söhbət etmək, əziz tamaşaçılarımız, düzdür, çox qürurludur, çox fəxirlidir, amma o qədər çətindir. O qədər çətindir o anaların gözünə baxmaq. O anaların gözündə azacıq da olsa o təbəssümü ki yarada bilirik, onu da necə yaradırıq, evlərinə gedib özlərinin xəbəri olmadan qapılarını ki döyürük ki, ana gəlmişik, sizə də elə gəlmişdik, yadınızdadır. O 5 dəqiqənin içində ana ki bizə süfrə hazırlayır, 5 dəqiqənin içindəki çay dəmləyir. Görürəm ki, hə, anaların bir balaca üzü güldü. Bax, onu Gədəbəydə deyiləcək. Özü İnşallah. Qarabağ Azərbaycandır olaraq gedəndə anaya xəbər vermədən gedəcək. Can, inşallah, inşallah. Həqiqətən biz anaların, mən öz halıma deyirəm ki, heç nəyə ehtiyacımız yoxdur. Bir dənə səmimiyyətə, bir dənə hörmətə, bir dənə sizi kimi dəyərli qızımız, oğlumuz, nətər deyim, bizim halımızı soruşmağa, ayrı bir şeyə ehtiyacımız yoxdur. Yəni, elfaqlar da nətər deyim, bizlərin, sizlərin yaxşı olmaq üçün özlərini düşünmədilər də, özlərini düşünmədilər. Orada da Elfaq qorxmaz gizir ləqəb alıb o döyüşdə, hər vaxt öndə gedib, əskərlərini qoymub, nəsə bir onlara xətər gəlsin, həmişə onları qoruyub. Nə bilim, əskərləri söyləndə Elfaq üçün dəhşətə qalıram ki, mən, yəni, Allah hamd olsun. Tutsan elimi, baksan gözüme, kalbim dayanar, bakmaz ki sesime. Derdimde yazsam, tanrım adamı, isterdim her gün, derdin tadını. Tutsan elimi, baksan gözüme, kalbim dayanar, bakmaz ki sözüme. Derdimde yazsa tanrım adını, isterdim her gün bu derdin tadını. Tutsan elimi, baksan gözüme, kalbim dayanar, bakmaz ki sözüme. Derdimde yazsa tanrım adını, isterdim her gün bu derdin tadını.
Lalə ananın evində, əziz tamaşaçılarımız, dəfələrlə olmuşuq. Lalə ananın evində samavar dəmləmişik, çay içmişik, süfrəsində əyləşmişik və Lalə ananın evində həyətinə girəndə, qoy deyim, görməyənlər, bilməyənlər gəlsinlər, görsünlər. Orada təkcə Seyid Əlinin şəkilləri deyil, orada bizim şəhidlərimizin hər birinin şəkli var. Bütün həyət boyunca içəri daxil olanda elə bilirsən ki, o oğullar, o nur üzlü balalar hamısı sənə baxır. Və orada bax o bayrağımız da dalğalamış. Orada sanki Lalə ananın özünün içindən gələn bir Azərbaycan yaradıb o həyətində. Mən elə gəlir, mən elə bilirəm. Düz. Mən hər birinizi salamlayıram. İlk növbədə bir daha sənə təşəkkür edirəm. Niyə sən deyirəm? Artıq biz səninlə çox doğmayıq, bacıyıq. Dəfələrlə bir yerdə olmuşuq, dəfələrlə yol yoldaşı olmuşuq. Sən həqiqətən gözəl insansan. Tutduğun o yol həm çətin yoldur, həm də ki şərəfli yoldur. O şərəfli yolda sənin daim adın şərəf sıralarında olsun, çünki sən ona layiqsən. Mən Əli Seyidovun anasıyam və oğlumla qürur duyuram. Düz vurğuladın. Mənim həyatımda balaca bir Azərbaycan yaratmışam. Balaca bir, necə deyim, tək şəhid Əli Seyidovun evi deyil, sanki bir şəhidlərin ocağıdır. Şəhidlərin ocağıdır, bəli. Gələnləri orada ilk növbədə şəhid oğullarımız qarşılayır, Azərbaycan bayrağı qarşılayır. Bunu məhz Əli özü istəmişdi. Bu Əlinin bir vəsiyyəti idi. Düzdür, mən o zaman bilmirdim Əli mənə bunu vəsiyyət eləyir. Çünki hardan ana dərk eləyə bilərdi ki, oğul buna nəyi ima edir, nəyi demək istəyir. Amma Əli şəhid gələndən sonra mən başa düşdüm ki, onun o vəsiyyəti imiş ki, məhz o divara bütün şəhidlərin şəkli vurulsun və mən də onu elədim. Ağır da olsa, amma şərəflidir. Bütün şəhid balalarımızın ruhu şad olsun, ilindən asılı olmayaraq mən hər zaman vurğulayıram. Azərbaycana can qatan bütün oğulların ruhu şad olsun, bütün şəhid anaların Allah səbir versin, sağlam ömür nəsib eləsin, şəhid oğullarımızın. Nə qədər ki biz varıq, mənim oğlumdur deyə bilirik. Zaman gələcək, bir-bir necə ki azalırıq, azalacağıq və mən də bir zaman gələcək olmayacam. Mən Əlinin anasıyam kəlməsi artıq işlənməyəcək. Yəni həyatın qanunu budur. Əlinin qardaşının övladları olacaq deyəcəklər, əliniz qəhrəmandır. Əlbəttə ki, əlbəttə ki. Allah təki bütün cavanları qorusun. Ən əsası Allah ordumuzu qorusun. Amin. Bütün əskər oğullarımız evlərinə sağ-salamat qayıtsın. İnşallah ki zamanla o yüksələn bayraq daha da yüksək olsun. Bizim Azərbaycanımızın bayrağı heç vaxt enməsin, hər zaman yüksəklərdə olsun. Çünki yüksəklərə layiq bayraqdır. Bütün ölkələr üzrə ən gözəl bayraq Azərbaycan bayrağıdır. Ən gözəl himn Azərbaycan himnidir. Necə ki ən gözəl səs azan səsidir, eləcə də bizim himnimiz. Allah, necə deyim, dövlətimizi qorusun. Allah millətimizi qorusun. Allah bir də heç bir zaman bizim ölkəyə müharibə nəsib eləməsin. Hər bir evdə bayraqlı tabut deyil, xonçalar qurmaq nəsib olsun. Var olun, çox sağ olun. Mənim bu günləri, bilirsiniz, sevincimə biraz da sevinc niyə qatılıb? Düzdür, biraz ağırdır. Amma necə deyim, sevindim niyə? Valla illərdir gözləyirdim. Əli Rəşadət ordenini aldı. Bu günləri, bu mənim üçün biraz bir fərqli bir gün oldu bu günləri. Var olasan əzizim, sağ olasan. Allah canını sağ eləsin. Bu yolda ta yaşa dolana kimi əməkdar adı alana qədər olasan. Vallahi həqiqətən sən mənə əzizsən, dəyərlisən. Allah hər birimizi qorusun, bütün kollektivimizi qorusun. Var olun. Leyla xanımın təşkil etdiyi tədbirdə o balaca balaları hərbi geyimdə gördünüz. Sizə necə? Bayaqdan əzizləyirəm, inanırsınız. Bayaqdan əzizləyirəm. Hamısına deyirəm, sənə qurban olum, çönüb baxırlar uşaqlar. Həqiqətən doğrudan şərəflidir. Əlbəttə ki, körpəlikdən o uşaqlara o vətəni sevdirmək doğrudan da gözəl şeydir. Həqiqətən onu hər kəs də bacarmır. Allah sizi qorusun. Var olun. Həqiqətən bu günə görə sağ olun ki, həqiqətən nə bilim, hər zamanda doğrudan da sən bizim yanımızdasan. Bax bunu həqiqətən var olasan. Çox sağ ol. Canımsan. Azərbaycanım, nəfəsim canım, sənə bağlıyam, Qarabağlıyam. Azərbaycanım, nəfəsim canım, sənə bağlıyam, Qarabağlıyam. Azəriyəm mən, qədim bir xalqım, həcə
Qəhrəman Fuadımızın anası ilə bir yerdəyik. Allah sizi qorusun. Çok sağ olun. Sizlərə nə qədər təşəkkür eləsək bir o qədər. Allah razı olsun. Fuadımızın Unutmursuz, yadigarı. anırsız. Allah köməyiniz olsun. Fuad özü hərbiçi ailəsində doğulub. Fuadın atası polkovnik, ehtiyatda olan polkovnikdir. Mən özüm də artıq təqaüdçüyəm. Allah qorusun ordumuzu, millətimizi. Uğurlar hər yerdə, hər bir işində, gücündə bütün dövlətimə, millətimə uğurlar arzu edirəm. Şəhidlərimizin ruhu şad, qazilərimizə Allah şəfa versin, şəhidlərimiz də ruhu şad olsun. Amin. Təşəkkür edirəm. Amin. Leyla xanımın bu sərgisində, model sərgisində olan o balaca uşaqların üzərində uşaqlar. hərbi geyimi gördünüz. Çox gözəl, çox mən baxanda məmnun oluram. Uşaqları indidən bu cürə vətənpərvər ruhda tərbiyə edirsiniz. Allah sizdən razı olsun. Adamın ruhu açılır uşaqları görəndə. Körpələri vətənpərvər öyrətmək, müəllimlərin, modellerlərin elə hər bir yerdə vətənpərvər öyrətmək hamımızın borcudur ki, gedən uşaqların yerinə daha da vətənpərvər uşaqlar böyüsün. Yeni nəsil qalsın və vətənimizi hər yerdə yüksəkliklərdə saxlasınlar. Bayrağımız da yüksəkliklərdə dalğalansın. Hərbiçilərimiz var olsun, millətimiz var olsun. Azerbaycan'ın ilk ve yegane moda müzeyinin sahibi Leyla Hanım, merhaba. Biz əslində Qarabağ Azərbaycandır proqramı olaraq bizim müzəffər ordumuzun, Ali Baş Komandanın, müzəffər ordusunun hər bir zabitinin, əskərinin qarşısında dayanıb ondan müsahibə alanda artıq özümüzü qürurlu hiss edirik. Çünki biz qalib bir ordunun əskərləri ilə, zabitləri ilə danışırıq. Cənab zabit, xoş gördük sizi. Bizim ən böyük qələbəmiz bizim millətimizin gülüşüdür. Mən sizə çox təşəkkür edirəm ki, siz 5 ildir artıqdır ki, siz bu missiyanı dayandırmırsınız. Siz hər zaman xoş günlərdə, şəhidlərimizin anım günlərində, onların mövludlarında, hər yanda, hər zaman yanındasınız. Bu da sizin içinizdən gələn vətənpərvərlik, bu da sizin içinizdən gələn vətənə sevgi, xalqına, dövlət və dövlətinə inam və ehtiramdır. Şəhid qardaşlarım, sizlərin ruhu qarşısına baş əyirəm. Sizlərin ruhunun qarşısına hər zaman hər bir xalqın nümayəndəsi baş əyəcək. Çünki bu gözəl günləri siz bizə qismət elədiniz. Siz yerin altında olsa da ruhan bizim yanımızdasınız. Sizin sayənizdə, qazilərimizin sayəsində o gözə görünməyən bizim fədailərimiz var ki, hal-hazırda Azərbaycan ordusunda xidmət edirlər. Hər bir qarşısında generalının tutulmuş əskərinə kimi qarşısında baş əyirəm və hər birinə can sağlığı arzulayıram. Bugünkü gün bu tədbirin də gözəl mahiyyəti Leyla xanım Əhmədovaya xüsusi təşəkkür edirik ki, bu gözəl gündə öz missiyasını necə deyirlər, bir modelliyini bir daha hərbi forma üzərində o uşaqların necə ki geyindirib bir vətənpərvərlik hissini necə yaşadırsa, bu gələcək nəsillərə də bundan sonra da bu bir daha göstərdi ki, vətəni sevmək üçün hərbi forma geyinməyə gərək yoxdur. Vətəni sevmək üçün hər bir kəs öz vəzifəsində vətənə layiqli övlad olmalı. Bu da Leyla xanımla bir nümunə oldu bugünkü gün. Mən ona təşəkkür edirəm, var olsun. Həqiqətən bugünkü o körpə uşaqların geyimləri, onların libasları bir daha bizi çox uzaqlara apardı. Allah Azərbaycan xalqını qorusun, Allah Ali Baş Komandanı qorusun. Sizə bir daha təşəkkür edirəm. Var olasınız. Gafar Mehmet Aliyev. Yaşayıram ben nefesim, vətən ruhunda ölürüm nəfsim. Əskər Əhmədov. Qarabağlıyam, çünki mən Azərbaycanlıyam. Allah prezidentimizi qorusun.
ordumuzu qorusun. Allah can sağlıq versin xalqımıza. Bir daha müharibə olmasın. Amin, amin. Qəhrəman Rəşadımızın yadigarı, qəhrəman Rəşadımızın əmanəti. Allah sizləri qorusun. Biz sizə təşəkkürümüzü bildiririk. Bax, bütün bizi izləyən tamaşaçılarımız adından. Allah sizdən qəhrəman razı bir olsun. oğlumuzun əmanəti olaraq sizə təşəkkürümüzü bildiririk ki, o oğlu siz böyütmüsünüz. Siz bizim üçün. Bax, orada dalğalanan o bayrağımız ki var, bayaqda ilə baxırıq ki, o bayrağın Xankəndində, Şuşada dalğalanması oğullarımız canlarından keçdilər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə də can sağlığı, Allah şəfa versin. Amin. Təşəkkür edirəm. Allah ordumuzu qorusun bir daha. Amin. Xalqımızı qorusun. Amin. Cənab Amin. prezidentimizi qorusun. Təşəkkür edirəm. Şəhid Məmmədli Davudun anası Məmmədli Səlimə. Şəhid Ağayev Rəşadın atası Ağazadə Rövşən. Şəhid Məmmədov Fuadın anası Məmmədova Mətanət. Şəhid Nağıyev Elxaqın anası Nağıyeva Aytəkin. Şəhid Xəlilov Vidadinin anası Məmmədova Əminə. Şəhid Quliyev Rəşadın anası Quliyeva Mətanət. Şəhid Seyidov Əlinin anası Seyidova Lalə. Xanım, möhtəşəm tədbir təşkil Təşəkkür eləmisiniz. edirəm. Siz bilirsiniz, mübarək şəhidlərimizin anaları hər biri sizin o tikdiyiniz, əl işiniz, göz nurunuz olan o hərbi geyimləri balaca balaların üzərində görəndə nə qədər böyük fəxr etdilər. Hamısı dedi ki, elə bilirik ki, bizim şəhid oğullarımız yenidən doğuldular. Evet. Azərbaycanı yaşatmağa bizim borcumuzdur və mən bir modelyer olaraq yüksək moda evimi açmağın məqsədi oydu ki, yeni yetmə modelyerlərimizə yol göstərdim, dəstək olum. Akademiyamda onlara gözəl tikiş örgədim və çox xoşbəxtəm bu gün də mən ki, bizim qələbəmiz, bizim başda olaraq cənab prezidentimizin İlham Əliyevin həmişə canı sağ olsun, yumruğu həmişə vətənimizin üstündə olsun. Vitse-prezidentimizin Mehriban xanımın dəstəyi, analığı hər bir anıya və bizə tövsiyələri yaşadır. Bütün şəhidlərimizin də ruhları buradadır. Onlar daimi yaşayırlar və yaşayacaqlar və Azərbaycan hər dünyada mən tərəfdən və digər modelyerlərin tərəfindən gözəl bir Azərbaycan milli naxışlı, milli uslublu geyimləri ilə tanıtacağıq. Bilirsiniz, hər bir dəbin bir uslubu var və Azərbaycanın uslubu yaşamalıdır.
bəli, fərqli olmalıdır və mən onu yaşada bildim. Azərbaycan kolleksiyası dünya patentinə nail olanda mən dedim ki, ey Ulu Heydər, ruhun şad olsun. Azərbaycan birinci yerdədir. Sözümü tutdum. Sizi də tuttum. Çox gözəl. Çox Hər zaman sağ ol. uğurlarınız bol olsun. Hamıya təşəkkür bildirirəm. Anaların qabağında baş əyirəm şəhidlərimizin və inşallah bizim əskərlərimizin canı sağ olsun, salamat olsun, bərk olsun. Bizim cənab prezidentimizin yanında olsunlar. Hər kəsə təşəkkür bildirirəm. Diqqətinizə çatdırım ki, Leyla xanımın əsərləri UNESCO tərəfindən qorunur. O sizin hansı kolleksiyanızdır? Azərbaycan kolleksiyası və ümumiyyətlə muzey hamısı. Bəli, sizin burada bax belə gözəl. İnşallah çox gözəl sərgilər. Gələcək. Hər zaman Azərbaycanın dəbdə nə varsa hamısı bizdədir.